Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Həmişə olduğu kimi yenə də gözəl bir mənzillə sizin qarşınızdayım. Elə bir mənzildir ki, burada sizə lazım olan hər bir şey var. Mebel, məişət texnikası, yəni əlavə heç nə almırsınız, sadəcə köçüb yaşayırsınız. Gözəl mənzildə yeni təmirdən çıxıb, təmirdən də sonra yaşayış olmayıb. Nərimanovda yerləşir, metroya piyada məsafədədir. 7-8 dəqiqə metroya çata bilərsiniz, metro parka da yaxındır. Bir sözlə yerləşməsi də idealdır, rahat ərazidədir, giriş-çıxış çox rahatdır. İndi mən mənzili də hər bir şeyi nə var, xırdalığına kimi sizə göstərəcəm. Başlayırıq mənzilin giriş hissəsindən. Giriş qapımızı görürsünüz. Daxil olduqda sol tərəfdə bu hissədə əyləşmək üçün, paltar asmaq üçün yer nəzərə alınıb. Döşəmə qranitli üstü döşəmə ilə təchiz olunub. Giriş qapısı ilə üzbəüz burada tresuarımız var. Böyük, gözəl, güzgü yerləşdirilib, gizli işıqla sağ və sol lepka daraqlardan istifadə olunub. Arasında kantlar və bu hissədə aksesuar üçün gözəl güşə yaradılıb, bunlar da yerləşdirilib hazırdır. Otaqların yerləşməsini nəzərə çatdırın. Bura mənzilin sanitar qovşağıdır. Birinci yataq otağı burada yerləşir mənzilin. İkinci yataq otağı buranı da gördünüz, mənzilin qonaq otağıdır. Girişdə işıqlandırmada isə lüstru spotlardan istifadə olunub. Gözəl, geniş qonaq otağımız var. Dediyim kimi tam dolu mənzildir. Rahat gəlib yaşaya bilərsiniz. Döşəmə parketdir otaqlarda. Burada nəyimiz var? Divan, 2 kreslomuz yerləşdirilib. Jurnalini, arxa hissə bu hissədə dekorlardan istifadə olunub. Mebel daraqlar, bura işıqlar, güzgü, dizayna uyğun tablomuz. O hissədə masamız yerləşdirilib, dairə masa 4 nəfərlik. Burada deməli dekor saatımız var, yenə eyni ilə. Yəni bir sözlə əla mənzildir, onu deməyə çalışıram. TV stand bu hissədədir. Aşağı hissəsi burada deməli şkafımızdır. Böyük ekran televizor yerləşdirilib sağ və sol və nəzərə çatdırım ki, divarda dekorativ boyadan istifadə olunub ümumilikdə mənzildə, yəni adi, yəni divar kağızı deyil, emulsiya deyil. Mənzil 2 otaqdan 3 otağa mətbəx studiya şəklində dizayn edilərək təmir olunub. Ona görə mətbəx hissəmiz buradadır. Sağ və sol hissədə şkaflar yığılıb. Bunları da göstərim sizə ki, yəni şkaf kifayət qədər var. Əşyalarınızı tam rahat yerləşdirə bilərsiniz. Üst hissəsi, bu hissəsi mərmərdir. Aşağı hissələrdə təbii ki, şkafdır, qaz peçi, aspirator bu hissədədir. Sobalar yerləşdirilib, hazırdır. Yəni bu hissələrdə də şkaf çoxdur. Paltar yağımız da var, burada yerləşdirilib. Bu hissədə soyuducu, bunu da göstərək. Yəni bunlar hamısı təzədir, heç biri də istifadə olunmayıb. Belə, burada əlavə nə var? Kondisioner quraşdırılıb, hazırdır. Tavan hissəni ümumi olaraq göstərək. Gözəl alçıpan fiqur, böyük lüstrumuz, spotlar, gizli işıq, hər bir şey ideal səviyyədədir. Gezək, vaxt itirmədən mən sizə göstərim burada mənzilin sanitar qovşağını. Çox gözəl, zövqlə təmir olunub, maraqlı tekstural qranitlər seçilib, gözəl moydadırımız, divar içi unitaz, sol tərəfdə geniş ölçüdə duş kabin yığılıb. Yəni içərisi dediyim kimi kifayət qədər genişdir və təbii ki, orada isti döşəmə ilə tam olaraq təchiz olunub. Gəlin buradan keçək otaqlara, yataq otaqlarını göstərim sizə. Bura birinci yataq otağımızdır. Otaqlarda da bütün mebel dəsti tam olaraq hazırdır. Yəni dediyim kimi əlavə heç nə almırsınız. Görürsünüz, taxtımız yerləşdirilib, arxa hissəsində qubqa, güzgülərdən istifadə olunub. Yenə daraqlar, bura işıq və yataq otağın bu hissəsində gözəl şkafımız yığılıb. Bura paltar, istənilən əşyanızı yerləşdirə bilərsiniz. O hissədə şkaf, kondisionerimiz var, televizoruna kimi hər bir şey var. Pərdə, lüstur, tam hazır mənzilli. Keçək, mən sizə göstərim ikinci yataq otağın, sonra mənzilin məlumatını, qiymətini nəzərinizə çatdırın. Burası isə mənzilin ikinci yataq otağıdır. Digər yataq otağından biraz böyükdür, yəni bura əsas yataq otağı kimi istifadə edə bilərsiniz. Yəni 2-3 kvadrat minimum fərq var. Buranın da özünə məxsus gözəl rəngləri var, rəng tonları var. Yenə taxtımız, görürsünüz, burada qəhvə rənglərdən istifadə olunur ümumilikdə. Divar içi şkafımız yığılıb. Bunların hamısını göstərirəm ki, tam olaraq mənzil haqqında təsəvvürünüz yaransın, yəni beyninizdə heç bir sual qalmasın. Televizorumuz, yenə gözəl make-upımız, burası da şkafdır. Yəni bütün otaqlarda da kondisioner var. Belə, mən demək olar mənzildə nə var, hər bir şeyi sizə
göstərdim. Məlumatları deyim, yerləşir Nərimanovda. Nərimanov metrosundan piyada 7-8 dəqiqəlik məsafədədir. Yeni tikili binada, yeni təmirli və təmirdən sonra yaşayış olmamış 2 otaqdan 3 otağa düzəlmə mənzildir. Ölçüsü 73 kvadratdır. Yeni tikili binada yerləşir. Binanın da geniş həyəti, yeraltı avtodayanacağı, yəni hər bir şeyi var. Mənzil 7-ci mərtəbədədir. 17 mərtəbəli binanın 7-ci mərtəbəsində gördüyünüz şəkildə satılır bütün mebel texnika. Hamısı qiymətə daxildir və mənzilin start olaraq qiyməti 348 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.